Salam uşaqlar, 65-ci sualın izahına baxaq. Deməli, bizə bildirilir ki, alüminium 2, SO4 3 vurulsun, XH2O kristal hidratı verilib. Bizim ümumi kütləmiz nə qədərdir? 27,9 qram verilib. Və kristal hidratı qızdıranda 10,8 qram su alınmışdır. Bir orada su yazılmasa belə, zaten qızdıranda qabın içindən hansı ayrılacaq? Su. 10,8 suyu qeyd elədik. 27,9-dan 10,8-i çıxanda yerdə qalır nə qədər uşaqlar? 17,1. Deməli 17,1-imiz də bizim nədir? Alüminium sulfatımızdır. Sonra bizə qeyd edirik X-i tapın. Alüminium sulfatın öz qramı nə qədərdir uşaqlar? 342 qram. 342 qramında nə qədər su var? 18x su var. Bəs 17,1-də nə qədərdir? 10,8-dir. X-imizi biz buradan hesablayırıq. Burayla buraya gedəcək. Burada qalacaq 20. 108 bölürük 9-a eləyəcək 12. Bu qədər sadə. Digər 66-cı sualı siz özünüz işləyin. Nəyə başa düşmədisə, yoruma qeyd etməyi unutmayın və yaxud WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.